Salam əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Siyonist rejimlə İran arasında biraz bir neçə cəhətdən qaranlıq qalan zahiri atəşkəs. Əvvələn bəhsə keçmədən öncə bunu qeyd edək ki, sülh deyil, atəşkəs. Çünki zatı xarab olan düşmənlə sülh mümkün deyil. Amma bəhsimizə baxsaq, mən istəyirəm bugün xülasə bəzi mətləbləri sizin xidmətinizə çatdıram. Bir neçə hissədə. Birinci hissə budur ki, siyonist rejim və Amerikanın bu gözlənilməz hücumunda 12 gün bundan öncə hədəfləri nə idi? Ki, o hədəflərinə çata bilmədilər, heç əksinə döndü. Birinci hədəf və ümumiliklə bütün hədəflərin son hədəfi bunların içərisində İslam nizamını və sistemi çökürtmək idi, ya ən azı maksimum səviyyədə zəiflətmək idi. Bunun içərisində olan hədəfləri saysaq, ikinci budur ki, insanları ayağa qaldırmaq, çətin vəziyyətdən sui-istifadə eləmək, hərc-mərclik yaratmaq və separatizm, yəni parçalama planı. Üçüncü hədəf bu idi ki, İranın bunların gözünə batan və bunları çox qorxudan iki qüvvəsi, yadınıza gəlir, qüdrət komponentlərindən danışmışdıq. Nüvə enerjisinin zənginləşdirilməsinin fövqəladə vəziyyətdə olması, nüvə enerjisi yəni və İranın fövqəladə raket qüdrəti. Amma ikinci hissəyə keçək. Bu hədəflər var idi. İran nə etdi Allahın lütfü və fəziləti ilə və xalqında fövqəladə dəstəyi ilə? Ümumilikdə birincisi İran o fitnələr ki, çox böyük fitnə hazırlanmışdı İran daxilində və sadaladıq indi, onları tamamilə əksinə çevirdi. Həm Amerikanın daxilinə, həm siyonist rejimin daxilinə, istəyir hərbi baxımdan indi sadaladığımız zərbələr, istəyir xalqın qalxması baxımından və qorxması baxımından bunu əksinə çevirdi, onların öz içərilərinə. İkincisi, elə bu ümumi nöqtənin daxilində olan nöqtələrdən biri necə başa gətirə bildi İran bunu bu 12 gündə? Həddən artıq önəmli strateji nöqtələri siyonist rejimin daxilində işğal olunmuş torpaqların tamamilə bütün nöqtələrində şimaldan cənuba yerlə yeksan etdi. Yəni, çox böyük, hələ iqtisadi zərbəsini qoyuram bu tərəfə, psixoloji zərbəsini də qoyuram bu tərəfə hələ. Üçüncüsü, Amerikanın belə deyək, daşı atıb başını tutan uşaq misalındakı kimi İran torpağına təcavüzü ki, etdi və qaçdı və heç bir nəticəyə çata bilmədi. Amerikanın cavabını dünən gecə çox şiddətli şəkildə verdi. Siz baxmayın, bizim telekanallara bilirsiniz də, güya Trump özünü sındırmamaq üçün dedi, 5 dənə raket atıblar Əl-Udeyd bazasına Qətərdə, amma biri dəyib. Bilmirəm, filmlərini, videolarını gördünüz, məndə də var, Telegram kanalımıza yerləşdirəcəyik, kanalımıza da üzv olun, həmişə olduğu kimi proqramın başlıq adlıq bölməsində bu proqramın linkini yerləşdirmişik. 5 dənə konkret göstərir ki, zərbənin hələ ilk görüntülərindən indi hamısı ola bilsin isabət eləyib. 5 dənə raket dalbadal isabət eləyir və Əl-Udeyd bazası strateji fərman vermək, yəni kontrol etmək, yəni Amerikanın bölgədəki bütün bazalarını kontrol etmək baxımından bir baş rolunu oynayırdı. Və həm də hərbi personal və arsenalın çoxluğu ən çox oradaydı. İranın gördüyü dördüncü işdə bugün elə Söb, Rus-Səbə bölgəsini işğal olmuş torpaqlarda sözün həqiqi mənasında şumladı. Özlərinin boyunlarına aldığı bugünkü tələfat 11 idi. Onlarla itki və yaralı da qeydə alınır. Bu İranın gördüyü işdir.
Üçüncü hissəmiz bu atəşkəs məsələsi ki, biz dedik sülh deyil, atəşkəsdir. Atəşkəsi kim istədi? Əlbəttə ki, Trump və Netanyahu. Trump və Netanyahu Qətər aracılığı ilə və digər ölkələr aracılığı ilə atəşkəsi İrandan xahiş etdilər. Və indi deyəcəyik irəlidə səbəblər nədir? Bunlar çox istədi bunu. Niyə istədilər? Ona görə ki, Siyonist rejimin və Amerikanın vurulan bazasının şilləsi çox ağırdı. Yəni, vurulan zərbələr çox ağırdı və məxsusən ən böyük baza olan Siyonist rejimin vəziyyəti həddən çox ağırdı. İkinci səbəbləri ona görə atəşkəs istədilər ki, yeni biraz nəfəs alsınlar, irəlidə deyəcəyik, yeni hilələr, böyük bir fitnə hazırlasınlar bizim nəzərimizcə. Amma gəlin dördüncü hissəyə baxaq ki, bizim bu sözümüzü isbat edir ki, Siyonist rejimin vəziyyəti ağır idi deyə atəşkəs istədi. Çünki bəzi medialar bilirik də, nələr deyə bilər bizim xalqın başını aldatmaq üçün, ay, Trump əmr elədi, falan elədi. Trump qırmızı dəli inək əgər bacarsaydı, bu ki, zati düşmənliyi var və bütün dünyaya məlumdur bunların nə olduğu, bunu bacarsaydı, sizcə atəşkəs istəyərdi. Hədəflərini saydıqda, hədəfə çatınca bütün İranı alt-üst eləyərdilər onlar. Deməli, namərd tərəf atəşkəs istəyirsə və yaxud da onlar bu qədər güclü olsaydı, İran atəşkəs istəsəydi, onlar saxlayardılar, gücləri çatsaydı. Xeyr. Bizim bu sözümüzü isbat eləmək üçün bir çox kanallarda bir yerə yığılan neçə günün nəticəsi var ki, Siyonist rejimin, mən onları götürmüşəm bir kanaldan, bir çox kanallarda bu yayımlandı, kanalları bu 12 gün ərzində nə deyirdilər? Bax, onların bu dediyi isbat eləyir ki, atəşkəsə şiddətli şəkildə ehtiyacları var idi. Dəhşətli şəkildə. Birincisi, Liberman, bugünkü qondarma Netanyahu hökumətinin müxalifi, keçmiş baş nazir. Deyir ki, biz İran qeydsiz, şərtsiz təslim olmaq əvəzinə, ki, nə ki təslim olmadı, əksinə, indi müzakirələr olacaq, müzakirə uzanacaq. Əlbəttə, bu onun özünün bir müğalitəsidir, necə deyərlər, bir səfsətəsidir, sofistikasıdır, hədəfi var burada. Amma əsas söz onun buradadır. Nə İranın uran zənginləşdirilməsinin qarşısı alındı, saxladı, nə raket gücü zərbə yedi, zərbə dəydi, nə də ki, İran öz tərəfdarları, o öz dillərində deyir terrorçusu onlar özüdür. Yəni, müqavimət dəstəsinə mali ən azından təmini dayanmadı. Yəni, nə elədik, özümüzə elədik. Bu Libermanın sözüdür. Amma xəbərləri, neçə günün dalbadal xəbərlərini, baxın, yığıblar, cəmləyiblər bir neçə yerdə, mən onu götürdüm. Gedin özünüz də baxın. 14 iyun, ayın 14-də Haaretz, İsrailin Haaretz qəzeti deyir ki, əgər Təl Əviv ilə Tehran arasında şəhərlər arası döyüş belə davam eləsə, İsrailin cəmaatının haqqı var soruşsunlar ki, məgər dəyərmi ki, bu qədər raket bombaranı altında bu psixoloji ilə yaşayaq? Yəni, qaça-qaç idi. Həmin Haaretz bir gün sonra nə deyir? İsrail gərək tamam əyar olan cəngdən, böyük müharibədən, bizim üçün dağıdıcı olan müharibədən və yorucu və yaygınlaşan müharibədən İrana qarşı ciddi olaraq qaçsın. Diqqət edin, biz bir neçə ildir, biz izləyənlər bilir, deyirik, yaygınlaşdırıcı döyüşlə İran və müqavimət bunların belini sındırır və sındıracaqdır inşallah. Ayın 17-si yenə Haaretz deyir, ən təhlükəli senari İsrail üçün
yorucu və yaygınlaşdırıcı döyüşdür. Yəni tez qurtarmaq lazımdır. Ayın 20-si İsrailin Kanal 12-si, mən bir çox vara belə, mən bir neçəsini seçdim ki, neçə gün ərzində bu döyüş gedən günlər ərzində görün bunlar nə fəryad edir. Kanal 12-si ayın 20-si deyir ki, İsrail bu nəticəyə çatıb ki, artıq İran həqiqətən də yenə də yaygınlaşdırıcı və yorucu döyüşə tamamilə start verib. Yəni qaçmaq lazımdır. Ayın 21-i Yediot Aharonot, Siyonist rejimin digər mediası. Bu nə deyir? Deyir ki, bizim ilkin nəticələrimiz budur ki, İsrailin ilkin nəticələri bu idi ki, biz hücum edəcəyik, 2 həftə ərzində hamısını yığışdıracaq, istədiyimizə çatacaq İranda. Amma indi məlum deyil, bunu ayın 21-i deyirdi. İndi məlum deyil vəziyyət nə gündədir. 5-ci hissəmiz, bu atəşkəs məsələsindən sonra qarşı tərəfin iltiması ilə İran Ali Təhlükəsizlik Şurası, Ali Milli Təhlükəsizlik Şurası bir bəyanat verir. Bu bəyanat biraz uzundur. Mən əsas yerini sizin xidmətinizə çatdıracağam ki, bugünkü hədəfimi deyim sizə. Bu bəyanatda bəzi yerləri deyir, qələbəsin, onları məcbur elədik, filan elədik, onlar məğlub oldu filan. Burada bir şey deyir. Deyir ki, qarşı tərəfə, düşmənə, yəni İsrail və Amerikaya heç bir etimad eləmədən silahlı qüvvələrin əli tətiyin üstündədir və bundan sonra o tərəf, bu tərəf bir şey, balaca bir hərəkət daha dağıdıcı, viran edici və peşman edici zərbələrlə nəticələnəcək qarşı tərəfə. Hər halda, əzizlər, bizim fikrimiz budur ki, bu atəşkəs çox da uzun sürənə oxşamır. Bir neçə səbəb. Ümumi səbəb budur. Qarşı tərəfin zatı xəbisdir və zati düşmənçiliyi var. İki, özünü yüzlərlə atəşkəs pozuntusunda göstərib. İstəyir Həmasa qarşı atəşkəs dedi, özümüzü öldürdük, bu atəşkəs boş şeydir, Yəhya Senvarı şəhid elədilər. Atəşkəs dedi, Hizbullah da ayağını qoymuşdu xıttəylərin üstünə, atəşkəs dedi, hücum elədi Livanın cənubuna, Seyyid Həsən Nəsrullah şəhid edildi. Atəşkəs deyə biraz nəfəs alıb işlərini qabuğa aparmaq istəyirlər. Və bu gün də İran cəmaatından müsahibələr götürdü. İran cəmaatı küçələrdədir və bu gün axşam saat 6-da da yenə çıxacaqlar küçələrə. Həm bəzi şeyləri qeyd eləməyə, həm də müdafiə qüvvələri, yəni silahlı qüvvələrin müdafiə eləməyə və dəstəyini bildirməyə. Hər halda bu atəşkəs həm onların zəlilliyindən qaynaqlandı, çox xarabdır vəziyyətləri, yəni sözün həqiqi mənasında. Gördünüz də, biz Telegram kanalımızda da indiyə qədər görüntüləri yerləşdirmişik. Elə bundan sonra da yerləşdirəcəyik inşallah. Çox ağırdır. Sözün həqiqi mənasında çox ağırdır və bu dözülməzdir. Siyonist rejim buna hövsələsi yoxdur. Hövsələsi yoxdur. Çünki imanları yoxdur. Çünki onların imanı olmadıqlarına görə cürətləri yoxdur. Amma çünki namərddirlər və dəfələrlə bunu atəşkəsi pozmaqda, yüzlərlə dəfə, sözün həqiqi mənasında şişirtmirəm, yüzlərlə dəfə atəşkəsi pozan tipi olduqlarını göstərdiklərinə görə, namərdliklərini göstərdiklərinə görə çox uzun çəkəcəyini gözləmirəm mən şəxsən və sözün həqiqi mənasında bu dəfə ölümə yaxınlaşmış peykərləri və cəsədləri qalıb. Böyük fitnə öz nəzərlərində hazırlayırlar mənim nəzərimdə. Çünki bunlar gördülər, hər yola əl atdılar. Qəfilləmə taktikası ilə xalqın içərisində bayaq saydıqda nə eləmək istəyirlər, çatanmədilər, əksinə döndü. Xalqla hakimiyyət arasında parçalanma yaratmaq, hakimiyyət hər nə elədilər, gördülər, yox. Əsasən xalq tamamilə əksinə döndü. Bunların bir və ya iki yolu qalıb ki, mən bunu istəmirəm deyəm hələlik.
böyük fitnə arxasıcadılar ki, yalnız bu yolla eləyə bilərlər, nəfəs alıb bu işi görsünlər. Amma o axmaqlığa əl atmaqları sözün həqiqi mənasında cansız bədənlərinə vurulacaq zuhur öncəsi son zərbənin sonuncusudur. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.